Molla eşidir ki, qonşuda toydu, özdə yaxşı plov var. Çox fikirləşəndən sonra gedib bir zərf alır, içinə bir vərəq, ağ kağız qoyub, ağzını bağlayır, birbaş özünü verir toy olan evə. İçəri girib soruşur. Ev sahibi hanı? Ona məktub gətirmişəm. Ev sahibi də qonaqlar olan otaqdaymış. Bu vasitə ilə molla girir otağa, zərfi bir təhər ev sahibinin ovucuna basıb, tez çökür süfrənin başına, başlayır yeməyə. Ev sahibi baxır ki, zərfin üstündə məktubun kimə çatmalı olduğu yazılmayıb. Bu nədir? Zərfin üstündə heç bir şey yazılmayıb ki. Molla ağzındakı tikəni bir təhər udub deyir. Bağışla. Vallah çox tələsik olduğu üçün heç içi də yazılmayıb. Deyirlər ki, günün birində yenə də əmioğlu evdəykən molla gəlir. Arvad bu dəfə də əmioğlusunu sandıqda gizlədir. Ancaq gecikir. Molla pəncərənin qabağından keçəndə onları görür. Tez evin qapısına tərəf gedir. Arvad da başa düşür ki, molla onları gördü. Tələsik əmioğlunu sandıqdan çıxarıb yenə də mətbəxə qaçırdır. İnəyin elə o gün molla bazara gedəndən sonra anadan olmuş buzovunu tutub sandığa salır. Molla içəriyə girir, heç bir söz deməyib birbaş sandığın üstünə cumur. Qapağı qaldırıb baxır ki, pəncərədən öz gözləri ilə gördüyü kişi dönüb olub buzov. Öz-özünə deyir. Mən bu arvaddan hər şey gözləyirdim. Amma bağlı sandığın içində adamı buzova döndərə biləcəyini gözləmirdim. Yaxşısı budur ki, heç səsimi çıxarmayım. Yoxsa məni də inəkdən, öküzdən bir şeyə döndərər, sonra əlim heç yana çatmaz. Birisi yenə də sataşmaq məqsədi ilə molladan saatın neçə olduğunu soruşur. İşi başa düşən molla ona cavab vermir. Həmin adam bir də təkrar soruşur. Molla, saatına bir bax görək neçədir. Baxmışam, bir dənədir. Yox, belə onu demirəm. Ümumiyyətlə saat neçədir? Nə bilim, ümumiyyətlə saat neçədir? Dünya doludur saatla. Ay kişi, onu soruşmuram, səndəki saat neçədir? Belədir, anlayaq da. 3 il bundan qabaq 5 manata almışam. İndi neçə olar bilmirəm. Canım, axşama nə var? Yeməyə bizə gələcəksən, yaxşı sarımsaq qatığımız var. Əşi, sən nə qəribə adamsan. Söz zad başa düşmürsən ki, indi nə zamandayıq? Baharın orta ayında. Kişi mollanın ondan da hazır cavab olub, onun özünü doladığını görür. Çıxıb gedir. Molla cüt sürdüyü zaman qayış qırılır. Molla tez əmmaməsini atıb 4 qat eləyir, qayış yerinə bağlayır. Elə öküz bir dəfə güc verəcək, qırılır. Molla 4 parça olmuş əmmaməsini götürüb baxıb deyir. Şənin, şöhrətin dünyanı götürüb. Həmişə mollaların, axundların başında gəzirsən. Söz-sözə gələndə qayışı bəyənməzsən. Amma bax, onun aylarının, illərindən dözdüyünə bircə saat da dözə bilmədin. Bir gün bir nəfər mollanın yanına gəlib deyir. Molla, mənim üçün bir məktub yaz. Nə məktub? Atama göndərəcəyəm. Atan hardadır? Bağdadda. Bağışla bala, vallahi işim çoxdur, gedə bilməyəcəyəm. Hara molla? Bağdada. Sən niyə gedirsən ki? Sənin getməyin lazım deyil. Yox, sən bilmirsən, lazımdır. Mənim yazdığım məktubu özümdən başqa heç kəs oxuya bilməz. Məktubu yazdığım, gərək oxumaq üçün də özüm gedəm. Odur ki, indi vaxtım yoxdur, gedə bilmərəm. Birisi özünü çox tərifləyib həmişə deyərmiş ki, məni heç kəs aldada bilməz. Axırı bir gün yenə belə deyəndə molla hirslənir ki, Dayan burada, bir evə gedim gəlim. Gör səni necə aldadıram. molla bu sözləri deyib gedir. Kişi ha gözləyir ki, molla gələcək, molla gəlib çıxmır. Axırda adamları çağırıb əhvalatı danışır ki, İndi özünüzdə görün. Molla gördü ki, məni aldada bilməyəcək, əkildi. hamı başlayır gülməyə. Axırda kişi hirslənir ki, Niyə gülürsünüz? Balam, daha aldatmaq necə olar ki? O elə səni aldadıb burada saxlayıb da. İsti yay günlərinin birində molla bir kəndə gedib tanışlarından birinin evinə düşür. Molla, yolda yəqin istiyə düşübsən. Nə deyirsən? Su verim içəsən, ya yatırsan? Molla baxır ki,
ev sahibi çörək haqqında heç danışmır. Oturub deyir: "Gələndə yolda bulaq başında doyunca yatmışam." Yenə günlərin birində molla eşşəyini itirir. Həm axtarır, həm də şikəstə deyib oxuyur. Görənlər soruşurlar: Ay molla, eşək itən də oxuyarmı? "Hələ tapmağa ümidim var. Odur ki, şikəstə deyirəm. Elə ki axtarıb qutardım, tapmaqdan əlim üzüldü, onda sən gəl məndəki bayatıya, ağıya bax." Bir gün bir məclisdə günəşin nə qədər faydalı olmağı barədə söhbət düşür. Hərə bir cür günəşin faydasından danışır. Bir kənarda oturan molla söhbətə qulaq asıb axırda deyir: "Mən bilmirəm siz niyə tutubsuz bu günəşin quyruğundan. Mənə qalsa ay ondan faydalıdır. Niyə? Çünki günəş ancaq gündüz çıxır. Onun üçün də qaranlığa heç bir faydası olmur. Amma ay gecələr çıxıb bütün dünyanı işıqlandırır. İndi görün, günəş faydalıdır, ay." Mollanın ərdə 2 qız var imiş. Bir gün bu fikrə gəlir ki, gedib hər ikisinin keyfini soruşsun. Durub qabaqca gəlir böyük qızının yanına. Biraz oradan buradan söhbət eləyəndən sonra qız deyir: Kürəkənin bu il buğda əkib. Mənə də söz verib ki, əgər yaxşı yağış yağıb bol məhsul olsa, mənə bir dəstə ipək paltar alsın. Molla yağışın yağması üçün biraz dua eləyir. Sonra durub kiçik qızının yanına gedir. Burada da bir qədər söhbətdən sonra kiçik qız deyir: Kürəkənin çoxlu pambıq əkib. Əgər yağış yağıb pambığı xarab eləməsə, mənə bir dəst paltar alacaq. Molla burada da yağışın yağmaması üçün dua eləyir, sonra durub gedəndə deyir: "Bala, dünyanın işi belədir. Bacının birinə yağış lazım olur, birinə quraqlıq. Atanın da əlindən o gəlir ki, hər ikisi üçün dua eləsin." Molla bir gün çöldən gəlirmiş. Kəndə girdə qüvvətli bir zəlzələ olur. Molla tez eşşəkdən düşüb dua eləməyə başlayır. Görənlər soruşurlar: "Molla, nə olub? Bu nə şükür duadır?" "Siz bilmirsiniz. Bu zəlzələni ki mən gördüm, bizim evimizdə o qeyrət yoxdur buna tab gətirsin. İndi yəqin yerlə yeksan olub. Onun üçün dua eləyirəm ki, yaxşı ki mən evdə deyildim. Əgər evdə olsaydım, ölməsəydim də qorxudan bağrım çatlamışdı." Birisi yenə də sataşmaq məqsədi ilə molladan saatın neçə olduğunu soruşur. İşi başa düşən molla ona cavab vermir. Həmin adam bir də təkrar soruşur: Molla, saatına bir bax görək neçədir? "Baxmışam, bir dənədir." Yox, belə onu demirəm. Ümumiyyətlə saat neçədir? Nə bilim, ümumiyyətlə saat neçədir? Dünya doludur saatla. Ay kişi, onu soruşmuram səndəki saat neçədir? Belədir, anlayaq da. 3 il bundan qabaq 5 manata almışam. İndi neçə olar bilmirəm. Canım, axşama nə var? Yeməyə bizə gələcəksən, yaxşı sarımsaq qatığımız var. Əşi, sən nə qəribə adamsan. Söz zad başa düşmürsən ki, indi nə zamandayıq? Baharın orta ayında. Kişi mollanın ondan da hazır cavab olub, onun özünü doladığını görür. Çıxıb gedir. Uşaqlar bir uzunboğaz çəkmə tapıb gətirirlər mollanın yanına ki, Molla əmi, bir qəribə şey tapmışıq, amma tanıya bilmirik ki, nə olan şeydir. Sən bax gör bu nədir? molla çəkmənin bir o tərəfinə, bir bu tərəfinə diqqətlə baxıb deyir: Balalarım, "Bu olsa bal taqını olacaq." Yenə də bir gün mollanı bir evə qonaq çağırırlar. O ac olduğuna görə xörəyi çox tez-tez yeyib hamıdan qabaq qurtarır. Elə ki süfrə yığışdırılır, molla ev sahibinə deyir: Səndən çox razı qaldım ay qonşu. İnşallah bu günlərdə bir də belə bir iş görsən, lap razı qalaram. Yox, molla, mən səni daha qonaq çağırmayacağam. Sən məclisin gözəlliyini pozursan, elə tələm-tələsi yeyirsən ki, dalınca çatmaq olmur. Rəhmətliyin oğlu söz danış, söz olsun. Sən qonaqlıq ver, məni çağır. Asta yeməyə nə var?
Söz verirəm ki, bu dəfə hər tikədən sonra gedib hamamda çimib gələm, ikinci tikəni götürəm.